Mən sizlərə dəvət link kodu haqqında danışmaq istəyirəm. Siz necə dəvət linkini öz dəvətinizə yollaya bilərsiniz. Necə qoşulsun, qeydiyyat olsun. Deməli belə, hər kəsin öz kabinetində özünə aid dəvət linki var. Baxın, hesabıma girirsiniz bölməsinə. Hesabın bölməsinə daxil olursunuz. Yuxarı qaldırırsınız. Burada dostların dəvət bölməsi var. Bax, dostların dəvət daxil olursunuz ora. Burada görürsünüz, bu koddu. Hər kəsdə ayrı-ayrı kodlar olur. Yəni ki, dəvət kodu olur. Hər kəsin ayrı kodu olur. Bu məsəl üçün mənim kodumdur. Sizdə indi açanda ayrı bir kod çıxır. Yəni hər kəsin kodu ayrıdır. Bu yalnız dəvət kodudur. Dəvət kodu bir də link kopyalayırsan. Bu yalnız və yalnız sizin şəxsi dəvətiniz olarsa, öz şəxsi dəvətiniz olarsa əgər, ona məsələn gəlib qeydiyyatdan keçməlidir, düzdürmü? Ona link atmalısınız ki, o sizin linkinizlə keçsin. Yəni, bu linki kopyalayırsınız. Yəni, başqa bir insanın linkindən keçə bilməz. Çünki başqa bir insanın linkindən keçsə, o başqasına aid olur. Sizin dəvətinizdirsə, siz öz linkinizi paylaşmalısınız. Yəni, başqasının linkini ona atmalı deyilsiniz. Hərədə öz kabinetində öz linki də, yəni kodu olur. Ayrı-ayrı kod, düzdür. Linkdir, burada kod. Kodu olur, ayrı bir kodlar olur. Yəni, hərə öz şəxsi dəvətçisinin linki atır, yəni dəvətçisi gələrsə. Linki kopyalayır, bax, bu qaranı vurur, kopyalayır, barmağını toxundurur, bax, artıq kopyalandı. Aparırsınız WhatsApp-da mesaj yerində yerləşdirirsiniz, barmağınızı toxundurub yollayırsınız həmən insana. Yəni, dəvət elədiyiniz insana. Yəni, mesajda toxundurursunuz, barmağınızı yollayırsınız ona, o da o linklə daxil olur, qeydiyyatdan keçir. Bax, belə. Bu da sizə dəvət kodunu göstərdim. Bu da uğur bonuslarıdır da, yəni bilirsiniz, uğur bonusları ancaq dəvətlərə görədir. Taçlıqsa elədirsə, o dəvətlərdir.